necə qaçırlar? Bəli. Danışan Xozalı Hava Limanından Əlif Hacıyevdir. Bəli, canım komandir. Xeyr, canım komandir. Vəziyyətimiz heç də ürəyəçan deyil. Artıq hərbi fürsatımız da tükənmək istədir. Əskərlərimizin çoxu yaralanır, canım komandir. Necə? Necə? Saat 10'a qədər hava limanı boşaltmalıyıq. Cənab komandir, axı. Yaxşı. Oldu, cənab komandir. Cəsur igidlərim. Bu hücum Azərbaycanın ərazi bütövlüyünü pozmaq üçündür. Keçmiş SSR rəhbərliyinin apardığı qərəzli siyasətdir. Üstümüzə qanunsuz şəkildə qoşun yerdilər. Cəmi 30 nəfərik. Amma düşmən qat-qat bizdən çoxdur. Yox, komandir, biz səni tək qoymarıq. Komandir, biz ölənə dək səninləyik. Biz ölsək də vətənə torpağına geri dönmərik. Sağ olasın. Komandir, toyunda tamad olarsan. Buna bax, göydən mənim yanımda dur toydan da. Siz gülün. Qoyun bu erməni tağlarını çıxardaq Qarabağımızdan. Ondan sonra özümə də bir toy çaldıracam ki, bütün səsi Qarabağa yayılacaq. Amin. Yaxşı uşaqlar. Toy da olacaq. Hər şeyin öz vaxtı var. Sənin də toyda tamad özüm olacaq. Amma indi düşmən qapını kəstirib. Döyüş vaxtıdır. Biz gərək necə olur olsun bu müəssisənin qarşısına alaq. Uşaqlar, mənim bir planım var.